dərman vasitəsi deyildir. Yəqin ki, siz də bu kəlmə ilə rastlaşmısınız. Yaxşı, əgər dərman vasitəsi deyilsə, bunun dərman satılan yerlərdə nə işi var? Gəlin aydınlaşdıraq. Dərmanlar preklinik və klinik sınaqlardan keçmiş, rəsmi təsdiqini almış, müalicə məqsədi ilə istifadə olunan, konkret dozaya sahib olan kimyəvi birləşmələrdir. Onun yoxlanılması və təsdiqlənməsi hamısı səhiyyə sistemi tərəfindən həyata keçirilir. Yaxşı, dərman vasitəsi deyildir yazılıbsa, o zaman nədir? Bəli, dərman vasitəsi deyilsə, bu ya qida əlavəsidir və yaxud da hər hansı bir tibbi vasitədir. Qida əlavəsi ilə və tibbi vasitə ilə müalicə həyata keçirilə bilməz və onların sınaqdan keçirilməsi səhiyyə tərəfindən deyildir, qida təhlükəsizlik agentliyi əməkdaşları tərəfindən, mütəxəssisləri tərəfindən həyata keçirilir və onlar toksiki deyildir. İstifadə oluna bilər qidaya əlavə kimi təsdiqlə satışa çıxarılır. Onlarla müalicə aparıla bilməz. Çünki onlardan istehsal olunmasından məqsəd orqanizmin normal fizioloji funksiyalarına dəstəkləyici təsir göstərməkdir. Daxili qəbul olunanda bunlar olur qida əlavəsi. Lakin xarici səthə, yəni dərimizə və ya selülik şalarda istifadə ediriksə, bunlar tibbi vasitə sayılır. Və dərman vasitəsi olmayan həmin bu məhsullar apteklərdə, orqanik dükanlarda satıla bilər. Buna qanun icazə verir. Amma bildirirəm ki, müalicə aparıla bilməz. Sadəcə tövsiyə məqsədi ilə həkimlər, bəzən də əczaçıların tövsiyəsi ilə istifadə etmək olar. Əgər bu suala siz cavab tapdınızsa və digər insanların da cavab tapmasına səbəb olmaq istəyirsinizsə, videonu paylaşmanızı tövsiyə edərdim.